Bugün hal-hazırda yaşadığımız dövrdə həyat daha sürətli, daha səs-küylü və daha qarışıqdır. Sanki insanlar özündən uzaq düşürlər. Və sualım bura gətirmək istəyirəm ki, sizcə müasir insanın ən böyük faciəsi nədir? Müasir insanında və ümumiyyətlə insanında, həmişəki insanında faciəsi varsa o da birdir. Ürəyindən ayrı düşmək. Ürək həqiqəti fərqlidir. Ürək həqiqətləri sevmək, paylaşmaq, bölüşmək, qucaqlamaq, bax bu kimi şeyləri fərq qoymamaq, ədalətlə yanaşmaq, bunları ihtiva edir. Ağıl həqiqətləri isə yarışın içindədir, uğur konsepsiyası ilə düşünür, qalib gəlməklə, üstələməklə bu kateqoriyalardadır. Təbii insan ağlı isə yaxşılığa sevgi, məhəbbət və minnətdarlıqla cavab verir. Ürəyinin ağlı ilə. Ürəyinin ağlı ilə. Məsələn, ədalətsizlik və eqoizm ürək həqiqətinin əleyhinə yaşamaqdır. Ədalət deyir ki, necə ki özünə yanaşırsan, başqalarına da elə yanaş. Necə ki özün üçün tərəzidə çəkilməyini istəyirsən, başqalarına da o ölçü ilə çəkinə.